Start recording elədi. Tamam. Bugün də elə şərt operatorlarına qaldığımız yerdən davam edəcəyik. Şərt operatorlarına aid biraz nümunə işlədikdən sonra, yəni belə deyək, işləmə prinsipin öyrənəndən sonra oradakı açar sözlər ki var, yəni terminlər, nə bilim, operatorların özləri, sonra məntiqi operatorların, şərt operatorlarının inteqrasiyası falan. Bunları mənimsədikdən sonra dövrlərə keçəcəyik. Dövrlərdən sonra funksiyalar, sonra da yavaş-yavaş yerdə qalan xırdalıqları həll edib klasslara keçəcəyik. Klasslardan artıq orta ağır səviyyəyə belə deyək keçid eləmiş olacaq sizlə bir yerdə. Biz elə burada keçən dəfə də göstərmişəm. Burada elə çox ciddi proqramlar falan işləməmişik. Yəni çox şey qaçırmamısan Səid. Burada operatorları falan göstərirdi. Bir dənə is operatoru bizə problem yaratdı. Yəni mən onu araşdırdım. Bilmirəm sizə maraqlandınız yoxsa yox. Is operatoru versiyaya görə yəni bizə elə cavab verdi. Yəni eyni obyektdə olub olmadığını yoxlayırdı. Və bizdə xəta verdi. Çünki müəyyən miqdara qədər, müəyyən ölçüyə qədər eyni obyektə götürə bilir. Fərqli dəyişənləri qeyd eləsək də, həmin dəyişənlərin dəyərləri eyni olsa da, onu eyni obyekt olaraq götürür və ona görə burada bizə true verirdi. Biz axırda list-lə elədik ki, bunları false versin. Yəni bunun yerinə dəyişən yazıb, dəyişənə də yeni başqa bir dəyər açırdıq. Yəni orada xətalar olacaq. Xəta da deyil, sadəcə dediyim kimi versiyanın şeydir, yəni məsələsidir. Versiya söhbətidir. Sən deyəsən mikrofonun açıq qalıb. Açıq idi. Yəni biraz xışıltı kimi gəlirdi. Dedim yəqin hardasa naşnik falan ola bilər də indi. Naşnik taxmışam. Okey, tamam. Bu kodları mən Səid, sən ümumiyyətlə şərt operatorlarından yəni nə dərəcədə anlayışlısan? Mən istəyirsən bunları sıfırdan izah edeyim ya başqa kodlar üzərində izah edeyim. Ya bu problem yox, şərt operatorunun olsa anlayışım var. Ya videodan da baxacağam. Tamam. Onsuz da mən yeni kodlar icra edəcəm. Orada da yəni istifadə edəcəyik bunlardan. Həsən, bəs səndə problem olmadı yəni şərt operatorları ilə bağlı? Xeyr. Tamam, qəşəng. Digərlərinin də yəni sualları olsa və yaxud da sizin suallarınız olsa, yəni yazıb bildirə bilərsiniz. Mən sizə tapşırıq atacaqdım. Sadəcə dedim ora aid bir nümunə göstərək, ondan sonra o tapşırığı verim. Belə yəni birdən-birə or istifadə eləmədən. Burada mən əndi izah eləmişəm, or nətərsə fikrimdən çıxıb. Ya vaxt çatmadı, səhv eləmirəmsə elə bir şey oldu. Gəlin bir dənə nümunə yazaq. Bax, məsələn, hər cür ümumiyyətlə şərt operatoruna aid nümunə yaza bilərik. Yəni, istənilən halda da, yəni özümüzdən də uydura bilərik. Ümumiyyətlə, istənilən proqramda şərt operatorundan istifadə edirlər. Adicə bir papkanın açılıb bağlanması belə şərtlə gedən bir şeydir. Sadəcə məsələ nədir? Bizim gördüyümüz vizuallıq ola bilər ki, bizim nətər deyim, fikrimizi başqa yerlərə yönəldir ki, burada bundan istifadə edirlər, nə bilim, vizuallaşdırma proqramları, qrafika, dizayn falan, belə söhbətlər. Amma bunun arxa planında müəyyən şərtlər dayanır. Həmin şərtlər yerinə yetirildiyi müddətdə sən bunları görürsən. Bax, adicə bunun üzərinə aparıram. Burada bu işığın yanmağı da, yəni nətər deyim, arxa planın tündləşməsi belə, yəni şərtlə olan bir şeylərdir. Burada toxunduqda açılan bir proses, bu gələnlər belə hamısı şərtlə bağlı bir şeylərdir. Yəni xırda nümunələr göstərirəm. Bu elə kompüterdə gördüyümüzdür. Real həyatda yəni gördüyümüz yüzlərlə, minlərlə, yəni hadisə hamısı şərtdən asılı bir şeylərdir. Ona görə şərt operatoruna aid nümunə tapmamaq, yəni nə bilim,
biraz şey görsənir də, yəni gülünc görsənir. Ona görə şərtə aid istənilən qədər, yəni nümunə tapa bilərsiniz. Nətər deyim, işləyə bilərik. Burada yəni belə bir problem olmayacaq və ona görə də bunu anlamaq da elə çətin olmayacaq. Yəni şərtdir, sənin əlində hallar var, ehtimallar var. Bu ehtimallar doğru olduqda təbii ki də müəyyən bir hadisə baş verəcək. Sən həmin hadisələri qeyd edirsən, bir də həmin ehtimalların hansı şərtlərdə doğru olub olmayacağı. Şərt operatorların prinsipi yəni budur. Alqoritmlə də bunu izah eləmək olar, amma mən düşünmürəm. Yəni mən bunu alqoritmdən heç ümumiyyətlə proqramlaşdırma anlayışı olmayanlara izah edirdim. Məsələn, blok sxem çəkirdim, orada gedən prosesləri təkrar-təkrar göstərirdim ki, yəni şərt operatorunun işləmə prinsipi belədir. Amma sizin indi müəyyən qədər anlayışınız var deyə yavaş-yavaş getməyə. Yəni nə qədər sürətli getsək bizim üçün o qədər yaxşı olacaq. Belə. Gəlin məsələn bir nümunə işləyək sizinlə. OR nümunəsinə, yəni OR operatoruna aid bir nümunə işləyək. OR operatoruna aid əslində mən sizə demişdim burada. OR operatoru o idi ki, bizim daxil elədiyimiz şərtlər ki var, 2 şərt ola bilər, 5 şərt, 100 şərt ola bilər. O şərtlərin ən az biri doğru olduqda bizim belə deyək, proqramımız icra olunacaq. Daxil elədiyimiz belə deyək, proqram, hadisə, proses həyata keçəcək, icra olunacaq. AND operatorunda amma necə idi? Yazdığımız bütün şərtlər, bütün ehtimallar doğru olduqda yalnız onda proqram icra olunur və true halını biz görürük. Və bu ordur, nə bilim, AND-dir. Bunu məsələn biz diskret riyaziyyatda da məsələn keçdik. Universitet dərslərində siz də keçəcəksiniz bunları. OR-un məsələn beləsinə bir özəlliyi var. OR-dur, AND-dir. Bir də XOR deyirlər. Onları məsələn keçəcəksiniz diskret riyaziyyatda gələcəkdə. Onlar yəni proqramlaşdırmadan götürülmək, yəni misal məsələlərə əsaslanır. Məsələn, bir nümunə götürək. Sizə 2 dənə eyni sözlərdən ibarət məsələ yazacağam. Məsələn, onları ayırd eləyəcək. Ya 3-ə bölünən, ya da 5-ə bölünən ədədləri tapın. Məsələn, bir list hazırlayaq, elə keçdiyimiz dərsləri bir-birinə inteqrasiya eləyək. Bu, məsələn, birinci olsun. Bir də qoyacağam ki, həm 3-ə, həm də həm 3-ə, həm də 5-ə bölünən ədədləri tapın. Yəni, burada qrammatik, leksik məna olaraq cümlədəki fərqləri biz bilirik. Qrammatik qoyub qırağa, leksik məna olaraq cümlədəki fərqləri bilirik ki, yəni bu ya-la deyir, bu həmlə deyir. Burada məcburiyyət var, amma burada yəni ortada 2 bir hal var. Yəni ya 3-ə bölünənləri götürəsən, ya 5-ə bölünənləri, ya da hər ikisini. Yəni burada 3 cür hal var. Amma burada isə odur ki, bir hal var və bir halın içində 2 şərt var. Həm 3-ə bölünsün, həm 5-ə bölünsün. Bu məsələn AND-lə olacaq. Bunu biz bilirik. Bu da OR-la olacaq. Yəni bunu ayırd eləyə bilirik. Cümlənin belə deyək quruluşundan, sualın quruluşundan, proqramın alqoritmindən siz bunu məsələn başa düşə bilərsiniz ki, OR lazımdır yoxsa AND lazımdır sənə. Məsələn, proqramımızı yazaq, bir dənə list yaradırıq. List 1-in içərisində olsun 1, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yəni beləsinə rəqəmlər atdım. Həm 3-ə, həm 5-ə bölünün. Nəsə 15-i falan da taxlaq bura. Deyəsəm, mən burada dövrdən istifadə edəcəm. Nəsə, yazaq, indi hissə-hissə yoxlayarıq. Burada bir məsələ var ki, dövrdən istifadə eləməliyəm. Onda gəlin belə eləyək. Listlə eləməyək. Amma yox, listlə eləyək. Listlə eləyəcək, sadəcə bu şəkildə eləməyəcək. Listimizi boş saxlayırıq. Bir dənə input yaradaq. Int input. Biz ədədləri daxil eləyək. İndi
yenə də dövr lazımdır. Məsələn, while true-nu mən sizə demişəm də. Hələlik bunu yazıram. While true-nu. While true o idi ki, bizə sonsuz bir dövr yaradır. Və həmin sonsuz dövrdə bu int input hər dəfə bizdən nəsə soruşacaq. Hər dəfə bizdən nəsə soruşacaq. Yaxşı. Onda da listin önəmi qalmayacaq. Nəsə, biz keçmədiyimiz dərsləri istifadə eləməyək, ən yaxşısı. Baş qarışdırmayaq. Gəl də belə eləyək, problem deyil. Int input ədəd daxil et. İndi deyək ki, dövr bilmirik. Ona görə biraz çətin yollarla gedirik. Yaxşı, buna da bunu ataq. Nə bilim, buna da bunu ataq. Özümüzü belə aparaq ki, dövr bilmirik. 3 dənə şərt üçün bunu belə eləsəm, burada da indi 3 ədəd üçün şərtlər gərək yazaq. Burada da. Yaxşı ki, bunu da hələ yığışdıraq. Bunu da hələ yığışdıraq, proqramımız tez azalsın. Belə görürəm, getdikcə uzanacaq 3 dənə ədəd üçün. Hə, demək bizim ya 3-ə bölünən, ya da 5-ə bölünən ədədləri tapmalıyıq. Belə bir məsələ var. Mən özüm yəni öz beynimdə proqramları qururam. Yəni görürəm ki, dövrlərdən falan istifadə edir. Sonra yadıma düşür ki, mən sizin hələ dövrlərə çatmamışam. Oradan sonra başa düşürəm ki, dövründən getmək lazım deyil. Elə bu şəkildə, yəni ən sadə üsulundan göstərəm. Həm 3-ə bölünən, həm də 5-ə bölünən. Yəni bu o deməkdir ki, x-i 3-ə bölünəndə, yəni qalığımız 0 alınır. Qalığımız nədir? Estağfurullah deyəm. Çaşdım burada. Hə, x-i 3-ə böləndə qalığımız 0 alınır. Bayaq götürüb 2 bölümü ilə yazmışam. Qisməti 0 atmışam. Yəni belə bir şey mümkün deyil. Sadəcə işarə səhvi. Hə, x-in 3-ə bölünməsindən alınan qalıq 0-dırsa, demək x 3-ə qalıqsız bölünür və 3-ə bölünmüş sayılır. Və 5-ə bölünür. X faiz 5 qalıq 0. Bu. Əslində bu şərti mən indi dövrlə verəcəkdim. Dövrlə verəcəkdim deyə 2 məsələ olur. Amma bu yazdığım bu sətr deməkdir. Bu sətr həm də bunun belə deyək, bir ehtimalı deyilmi? Elədir, bir ehtimalıdır. Yəni ya 3-ə bölünən, ya da 5-ə bölünən ədədləri tapmalıyam. 15 amma həm 3-ə bölünür, həm 5-ə bölünür deyə hər ikisini götürür. Ona görə məsələn 15 ucu bu şərtə gələcək deyə mən bu şərti qeyd etməliyəm. Amma həm 3, həm 5-ə bölünən ədədləri tapın deyəndə orada ucuba dedim ki, and-dən istifadə edəcəm, məcburiyyət var. O da budur. Həmin indi x-i print eləyəcək. Sonra keçirik elifə. Eliflə niyə veririk? Mən bura gəlib if-lə yazsam əgər, bu şərt ödənsə, indi bizim bir dənə dəyərimiz var da, dəyişənimiz var və bir dəyər qeyd edirik. Bu şərt ödənsə belə, növbəti if-i girib bizim üçün yoxlayacaq. Yəni, bu strukturu pozmuş olacaq. Mən ona görə buraya elif qoyuram ki, əgər bu şərt ödənsə, elifə ehtiyac duymasın. Yəni, elifin nəyini yoxlayacaq ki? Burada belə bir vəziyyət var. İndi ədədimiz ola bilər ki, 3-ə bölünür, 5-ə bölünmür. Orada eliflə qeyd eləməlisən sən onu. Yəni, bu süzgəcdən keçə bilmədisə, gələcək bura. Onda bu şəkildə yazırıq. 0 Tək yazmayacağım, elə orla. Əslində orla versəm, orun içində gedir bunlardan. Mən dedim, oradan istifadə edeyim. Neynək? Gəlin bir dənə bunu çalışdıraq. Bunu çalışdıraq. Mən bir dənə bura print atım. Ən sadə yolla da. O qədər sadələşdirdik ki, məsələn, bir mənası qalmadı. X nə 3-ə bölünür? Nə də? Yox. Burada budur ki, x 15-ə bölünmür. X 15-ə bölünmür. Yəni, x həm 3-ə, həm 5-ə bölünürsə, bu o deməkdir ki, x 15-ə bölünür. Bunun əks ehtimalı odur ki, x 15-ə bölünmür. Mən bunu bu şəkildə yazdım. Nəyə görə? Çünki mən buraya yazsam, x nə 3-ə, nə 5-ə bölünmür. O
Burada məsələn x-a biz 3 daxil eləsək, x 3-ə bölünür də. Nə olsun bu şərt ödəmir. Orada elifə ehtiyac duyacaq. Sadəcə oradan istifadə eləmirik deyə mən o ehtimalı yığışdırdım. Mən bura gəlib elif bilsən nətər x həm 3-ə bölünsün. Məsələn bir dəqiqə. Mən deyəcəm nəyi nəzərdə tuturam. Mən bunu bu şəkildə yazsam, məsələ bir dənə nəyə görə pozuldu? Mən bunu dövrdən fikirləşdiyimə görə. Mən bura bunu yazsam, bu şərtin burada mənası qalmayacaq. Çünki orun daxilində bu şərt də var, bu şərt də var, bu şərt də var. Orun fərqi budur. Ona görə istəyirdim ki, tək-tək göstərim, elənisinə fərqlərinə baxaq. Aydındır bu, yəni orla əndin buradakı fərqi. Ənddə bir dənə şey var, şərt var. Aydındır bunlar. İzah eləyəcəm, narahat olmayın. Hala aydın. Aydındır. Hə. Ənddə bir dənə belə deyək, bizim ehtimalımız var. 2 şərt qoyulub bura. Yəni ikisi də ödənməlidir mütləq. Orada isə ya bu ödənməlidir, ya bu ödənməlidir, ya da bunların ikisi də ödənməlidir eyni momentdə. Bu üç ehtimalda bizim cavabımız belə deyək, true olacaq deyə, şərtimiz true olacaq deyə. Bu bizim üçün gəlib nəticəni verəcək. Əslində bunu bu şəkildə yazmağım düzdür. Struktur olaraq xəta olsa da məntiqi xəta olmayacaq. Çünki burada da bu şərt bunun daxilində var deyə if ödənsə tabunu girib yoxlamayacaq. Amma məsələn mən bura 5 daxil eləsəm, buradan keçməsə, burada həmin x ödənir bizim üçün. Və yaxud da bura məsələn 3 daxil eləmişəm, 9 daxil eləmişəm, 6 daxil eləmişəm. Buradan keçmir, amma burada gələcək. Şərti ödədiyinə görə x-i çap eləyəcək. Amma məntiq olaraq, struktur olaraq bu xətadır. Yəni mən həm şərti burada vermişəm, həm də bunun daxilindədir. Məsələ odur ki, bu şərti burada verdiyimə görə bunun daxilində heç vaxt o şərt yoxlanılmayacaq. Çünki zaten burada if-lə vermişəm və if-lə verdiyimə görə də buna keçid eləməyəcək. Əgər mən bunu elibin da if-lə versəm, bu da məsəl üçün x plus 1 yazsam, mən bura gəlib 15 yazsam, 2 if-imizdə görürsünüz ki, işə düşür. Burada başa düşürük ki, biz hansı xətanı eləmişik. Düzdür? Yəni 2 if-lə verəndə həm bu şərt ödədi, yəni həm bu şərti yoxladı. 15 bu şərti ödəyir. Bu şərti də ödəyir. Yəni həm 3-ə bölünür, həm 5-ə bölünür. Hətta tək-tək də yoxlasaq 3-ə də bölünür, 5-ə də bölünür. Sadəcə onu göstərirəm ki, bizim xətamız hardadır. Biz burada elif vermişik deyə bu şərt burada yoxlanılmır və bu məntiqi xətadır. Bunları da məsələn demək lazımdır. Çünki kod yazanda heç vaxt məsələn ola bilər ki, siz xəta buraxmayasınız. Sintaksis xəta olmasın, indentasiya xəta olmasın, amma proqramda məntiqi xəta olanda struktur pozulmuş olur. Kodunda istədiyin nəticəni əldə edə bilməzsən. Ona görə məsələn bu ehtimallara fikir verək. Bunları məsələn nəzərimizdə saxlayaq. İndiki vəziyyətdə məsələn bunu yoxlayaq bir dənə. Məsələn bunu yazdı, x 3 15-ə bölünmür. Burada bir dənə vəziyyət nədir? Həm 3-ə bölünən, həm də 15-ə bölünən, həm 3-ə bölünən, həm də 5-ə bölünən ədədlər tapmalıyıq. Yəni qısa konkret 15-ə bölünən ədəd tapmalıyıq. Bu da ən kiçik 15-dən başlayır. Yəni 15-in özü məsələn bizə verdi, 30-u verdi. Başqa bir ehtimalda məsələn 3-dən 5-i yazsam verməyəcək. Amma mən bura gəlib or versəm, burada nəticə olaraq nə verməliyəm? X nə 3-ə, nə də 5-ə bölünür. Elifə bölüb tək-tək məsələn yazmağa ehtiyac varmı? Yoxdur. Çünki bizim 2 ehtimalımız burada ödəyir. Bunların ödəmədiyi ehtimal 2-yə 4-ə bölünənlərdir təbii ki. Məsələn, atım bura 6 atsam ödəyəcək. Çünki 6 3-ə bölünür. 5-ə bölünməsə də. Məsələn, 10 da atsam ödəyəcək. Elə bir ədəd ataq ki, məsələn, ödənməsin. Məsələn, 14. Yəni, 14 nə 3-ə bölünür, nə də 5-ə bölünür. Bu orun məsələn bizə verdiyi üstünlükdür. Yəni, şərtin 1 olduğu halda true verir bizə. 20-ni atsaq 20 ödəyir. 5-ə bölünür çünki. 21 də ödəyir. Amma məsələn 22 ödənmir. 23 ödənmir. Sadədir. 24 ödənməyəcək. Yox, 24 ödənəcək.
Yəni belə-belə e, bir-birlərindən fərqlənir. Bu da or. Yəni oru da mən bilən siz bilirsiniz. Yəni başa düşürsüz. Aydındır bu da. Aydın. Aynen. Okay. Bu aydındırsa onda bir dənə normal proqram işləyək. Yəni beləsinə proqramlar işləyirik. Biraz o qədər sadələşir ki, proqram qarışıq bir vəziyyətə düşür. Məsələn, bir dənə normal proqram işləyək sizinlə. Mən bunu bu şəkildə yazıram. Əslində ev tapşırığı kimi vermək istəyirdim. Nəsə olsun. Olsun, belə bir şey eləyək. Yaxşı, ev tapşırığı kimi eləyərik. Ya da ki, bir hissəsini göstərərəm. Problem deyil. Biraz uzun gedən proqramdır. Məsələn, mən gəlin bura ayları daxil edeyim. Onun hansı fəslə aid olduğunu göstərsin. Sizcə burada oradan istifadə edəcəm, yoxsa ənddən istifadə edəcəm? Yəni, nə fikirləşirsiniz? Mən hər hansısa bir Ayların ne zamanlı? Mən məsələn hər hansısa bir ayı daxil edirəm. Dekabr, yanvar, fevral. Onun hansı fəsil olduğunu məsələn mənə göstərəcək. Yəni qışdır, yaydır, yazdır. Sizcə or istifadə Oradan edəcəm. istifadə ediyoruz. Orada hə, or. Or. Yəni çünki ənd verməyim orada mümkün deyil. Eyni anda bir dəyişən daxil eləyirəmsə, ənd orada üçünə də bərabər olmayacaq. Ya da sən onu tək-tək yoxlamayacaqsan ki, if nə bilim yanvar, elif nə bilim dekabr, elif nə bilim fevral beləsinə verməyəsən. Yəni o biraz şeydir, nətər deyim, sənin proqramı gör nə qədər uzadacaq. 36 dənə gəlir şərt yazırsan ora. Elə, yəni uzunçuluqdur. Biz sadəcə bir dənə bura fəsil adı altında bir dənə dəyişən atırıq. Fəsil adı yox, ay adı. Ay adı adında bir dənə dəyişən atırıq. Sən ayı daxil et. Ayın adında məsələn düz yazmalısan ki, sənin kodun düz işləsin. Bir də neynəsin? Bir də onu eləsin ki, bizim daxil elədiyimiz ayı yoxlamaq üçün ya hamısını böyük hərfə keçirsin, ya hamısını kiçik hərfə keçirsin ki, məsələn düz olsun. Məsələn biri gəlib belə bir şey yaza bilər də, bu da dekabrdır. Amma Pythonda böyük hərf, kiçik hərf fərq elədiyinə görə bu fərqli məsələn dəyişən olacaq. Sənin şərtində məsələn ay bu şəkildə qeyd edilsə, buna bərabər olmayacaq. Ona görə sən ay adını lower elə ki, şərtdə də buna bərabər olduğunu sən isbat eləyə biləsən. İndi ay adını daxil eləmişik. Bizə nə lazımdır? Şərti yoxla. Şərti yoxlayırıq ki, ay adı nöqtə lower bərabərdirsə əgər dekabra, yəni bunu məsələn copy paste eləyim, biraz vaxt qazanaq. Or verirəm. Bərabərdir məsələn yanvara. Bir dənə də or verək. Sən bərabərdir fevrala. Bu şəkildədirsə bizə print eləsin ki, bu ay qış fəslidir. Cümlə də qura bilmirik. Elifdə də həmçinin. Yəni bura məsələn gələcək mart. Or qoyacaq aprel. Or qoyacaq may. Print bu ay yaz fəslidir. Gəlin indi bunları yoxlayaq. Else sadəcə onu qeyd eləyəcək ki, ay adını düzgün daxil elə. Print. Yəni məsələn kimsə gəlib dk1 yazsa, ha biz bunu hesablamamışıq da. Ona qalsa gör nə cür ehtimallar ola bilər. Ay adını düzgün daxil et. Düzdür, sən məsələn özündən müəyyən şərtlər yarada bilərsən. Ki, məsələn yazdığın içində dek hissəsi varsa dekabr gəlsin. Məsələn yan hissəsi varsa yanvar gəlsin. Kimsə gəlib bura yanvar ya belə bir şey yaza bilər də, düzdür. Fikirləşib ki, yanvar yazmaq istəyir, nə bilim əlizadı deyə bilər. Ya da elə o problemlərin qarşısını almaq üçün bir dənə məsələn belə xəta mesaj atırsan, həll olacaq. O da necə eləyəcək? Sən məsələn in ilə eləyirik də biz onu, in metodu ilə.
ki, məsələn, bu yan hissəciyi onun daxilindədirmi? Yəni elə. Gəl məsələn onu da eləyək. Or verək ki, birinə eləyək məsələn. Dig in ay adı Clover. Hə. Məsələn bunu da yazdı. Bu da bilsən bu böyük proqramlarda falan olur da. Adicə Google-un axtarış motorunun özündə də. Onları SEO ilə işləyirlər. SEO deyilən optimizasiya var. Search Engine Optimization olmalıdır. Səhv eləmirəmsə açılışı. Yəni axtarışa məsələn sən gəlirsən nətər deyim, Pythonda yazırsan, görsən Pythonun saytı çıxır. Gəlib məsələn Python yazaq bir dənə. Görək onu qeyd edilir. Yenə Pythonun saytı çıxır. Görsən hər cür necə yazırsan yaz, Pythonun saytı birinci çıxır. SEO optimizasiyasını o qədər güclü eləyiblər ki, yəni bu keywordləri qeyd ediblər ki, kimsə belə axtarış eləsə, birinci Pythonun saytı gəlsin. Yəni belə. Bu SEO optimizasiyası odur. Yəni bu da onun kimi bir məntiqdə işləyir ki, məsələn dekda yazsa dekabr gəlsin. Yan yazsa yanvar gəlsin, mar yazsa mart gəlsin və s. beləsinə. Burada oxşar aylar adları ola bilər. İyunda iyul zad yazsın, biraz həm iyunda gələ bilər, iyul da gələ bilər. Ona görə orada məsələn diqqət eləməlisən. Gəl məsələn proqramı çalışdıraq hələ bura qədər. Sən ay daxil edirəm dekabr, bu ay qış fəslidir. Sən dekabrya belə bir şey daxil elədim. Rus dilliyəm də, nə bilmirəm bunun şeydə Azərbaycan dilində bu şəkildə gəldim yazdım dekabrya, məsələn gəldik bu ay qış fəslidir. Təkcə məsələn bunun üçün qeyd elədim də. Yanvar məsəl üçün yazsam bu ay qış fəslidir. Mart yazsam bir də ki məsələn gəlin belə də yazaq. Nə bilim. Aprel bu ay yaz fəslidir. Standart olaraq bu aprelə bərabər deyil. Amma bu aprelin lower olunmuş versiyası buna bərabərdir. Ona görə sən belə deyə ehtiyatlı burada əldə alırsan ki, kodunda xəta çıxmasın. Bunu da belə yaz, yenə də yaz fəsli olacaq. Bu kod aydındır, yəni bunun davamını işləməyə ehtiyac var. Aydındır. Okay, bunu onda bu şəkildə saxlayıram. Bura bir dənə heç nə gələcəksiniz. Yayı bir də nə bilim payıza əlavə edəcəksiniz. Yəni biz pas verdik, keçdik. Bu da belə. Bir də bizim hər şərt operatorunu keçəndə kalkulyator proqramı işləyirik. Onu da elə istəyirəm indi işləyək. Orada da müəyyən şeyləri göstərəcəm. Düzdür, həmişə bunları ev tapşırığı kimi verirdim, amma indi məncə ehtiyac yoxdur. Evdə elə bir dəfə baxıb işləsəz, yəni hər olar. Daha belə kreativ tapşırıqlar tapıb atacağım sizə. İndi hələ ki yüngül mövzular keçiririk, ona görə çox bir şey atmıram. Bu məsələn burada gördünüz, mən in operatorunda istifadə elədim. In məntiqi operator deyil, sadəcə inlə iz digər operatorlar idi. Adını elə qoymuşduq. Məsələn bu in nəyi yoxlayır normalda? Nəyinsə bir qeyd elədiyimiz hissəci, element, dəyər, məsələn daxil edilənin və yaxud da daxil edilmişin, təyin olunmuşun daxilindədirmi? Yəni bu onu yoxlayır. Tərifi beləsinə qoyun özünüz üçün, necə anlayırsınızsa. Yəni bu dek bunun daxilindədirmi? Daxilindədirsə true'dur, deyilsə false'dur. Yəni məsələn bunu dek üçün qeyd elədik burada. Yəni şərtdə bax görürsüz, inteqrasiya eləmək olur. Başqa belə deyə operatorları istifadə eləmək olur. Bu da belə. Sonra dövrlər də keçsəydik, qəşəng proqramlar yazardıq, listi şərtə qatardıq. Yəni maraqlı həllər qeyd edərdik. Kalkulyator mən sizə göstərəcəkdim. Kalkulyatorun çox üsullarla məsələn yazmaq olar, yaratmaq olar. Birinci gəlin printə bir dənə belə bir şey ataq. Bundan neyək? Belə ki bizə başlanğıcda məsələn bölməni necə ataq? Bölməni belə atıram. Kalkulyatorlarda belə olur.
kalkulyator proqramına xoş gəlmisiniz. Bu 3 nida, 3 nida deyirəm. 3 dırnaq bizim yadımızdadır, yəni nə üçün istifadə olunurdu? Bir şərhlər üçün idi. Bir də belə böyük mətnlər yazmaq üçün. Yaxınlarda bir dənə test yaradacağam. İndiyə kimi məsələn keçdiyimiz hissələr var. Dövrləri falan da keçək. Məsələn, xırdalıqlar ola bilər ki, bizim yadımızdan çıxa bilər. Məsələn, biri bu. Məsələn, diqqətdən yayına bilər ki, bu böyük mətnləri yazmaq üçündür və yaxud da şərh üçün idi. Sonra stringin bəzi metodları ola bilər. Split falan kimi, nə bilim join kimi, onların yazılış qaydaları kimi, yazılışda istifadə etdiyimiz parametrlər kimi, bu is operatorunu məsələn ata bilərəm. Yəni sırf necə deyim, yaddan çıxan şeyləri tapıb atacağam ki, onları bir dəfə də görsəz yadınızda qalacaq. Yəni yadınızdan çıxmaya da bilər, o mənada demiyorum. Sadəcə daha çox necə deyim, yaddan çıxan məsələlər belə şeylər olur. Heç istifadə edilməyənlər də yəni. Onları məsələn bir dəfə sadəcə metod kimi göstəririk. Bir də məsələn bir aydan sonra açsan lazım olar. Onda girib axtarırıq ki, nədir, nə deyil. Belə məsələn onları da göstərərəm. Buna məsələn 1 yazaq. Ya da heç ehtiyac yoxdur bunlara. Məsələn bunu yazdı, printi verdiyi başda. Bizim üçün belə bir şey gəldi. Nida da tağlab. Burada bir də məsələn input yaradaq. Input yaradaq və inputda plus, minus, vurma, bölmə. Bunları daxil elədikcə bizim üçün əməliyyatlar qeyd edilsin. Birinci ədədi soruşsun bizdən təbii ki. Biz kalkulyatorda birinci ədədi yazırıq, sonra əməliyyatı basırıq da, düzdür? Kalkulyator məntiqində bir proqram yazacağıq sizlə. Inti yazdım, inputu yazmadım bir dəqiqə. Düz orada gəlmir ki, ədədi falan daxil edin. Yaxşı viz eləməyək. İndi sonra əməliyyatı seçin. Bu bizdə indi vizual olaraq yaratmırıq deyə bizdən soruşmalıdır. Ya da ki, heç onu da qeyd eləməyək. Biraz daha real olsun, inandırıcı olsun. Mən həmişə məsələn gəlirəm, buraya yazıram, ədədi daxil edin, burada əməliyyatı daxil edin falan filan. Amma da biraz reallaşdıraq da bunlarda. Sonra o birisi ədədi daxil edirik. Int input. Yox, əməliyyatda burada bir səhv elədik. Əməliyyatda burada səhv elədik, qarışdı. Bunu input olaraq daxil edəcəyik. Çünki bunları simvol daxil edirik deyə STR kimi daxil eləsin. Şərti də elə STR kimi qoyacaq. İndi if-i qoyuruq. If əməliyyat bərabərdir məsələn nəyə? Plusa. Print eləsin nəyi? X plus Y. Belə. Burada məsələn indi 2 dənə dəyişən qeyd eləmişik də. Dövr keçəndə məsələn bura sonsuz dəyişən falan qeyd eləmək də olacaq. Yəni onlar da var. Ondan narahat olmayın. Prosta indi dediyim kimi keçməmişik deyə biraz məhduddur proseslər. Bura minus ataq məsələn. Print X minus Y. Elif əməliyyat vurma print X böl Y. Yox, X böl Y-i açmışdıq. X özü vurma yazmışam, bölmə atıram bura, nəysə. X böl Y. Bir dənə də elif ataq. Elif atırıq, else atmayacaq. Niyə görə? Çünki burada əməliyyat olaraq nətər deyim, digər əməliyyatlar da var da yerdə. Bölmə var, qüvvəti yüksəltmə falan var. Onları məsələn əlavə eləmək üçün eliflərdən istifadə edəcəyik. İndi hazırda 4 dənə əməliyyat var deyə 4 dənə if elif atdıq bura. Biz else-ni o şərt atacaq ki, buradakı işarələrdən olmayan bir işarəni daxil edəndə. Bir dəqiqə baxın. Burada da bölmə atıram. Print də bir dəqiqə X bölünsün Y. Bu şəkildə ataq. Else-yə sadəcə nə
ata bilərik burada. X-a məsələn STR daxil onsuz da burada bizim üçün xətamızı verəcək. Yəni xətaları nəzərə alacaq proqram. Sadəcə bir dənə onu atacağıq ki, buradakı əməliyyatlardan birini seçin. Və baxın. Bunu məsələn ataq bura, öz maraqlı olsun. Bu əməliyyatlardan birini seçin. Proqramımızı çalışdıraq. Kalkulyator proqramına xoş gəldiniz. Bir dəqiqə. Bizə burada verir ki, məsələn, daxil elə. Ədədimizi daxil elədik. Bircə dəqiqə. Hə. Mən bunu burada daxil eləməliydim. Boşluq verdim, 5 əməliyyata düşdü. Plus da Y-ə düşdü. Bircə dəqiqə. Ona görə deyirdim, gəl burada ədəd verək ki, çaşdırmasın bizi. Nəsə, 5 plus 6, 11. Başa düşdünüzsə bir o hansı xəta idi? Yəni, sadəcə mən bura gəldim, probel verdim. Boşluq düşdü X-a. Digərlərinə də sürüşdü də elə bir vahid. Məsələn, nə bilim, ilk ədədimiz 10 çıxılsın, məsələn, 8, 2, 15 vurulsun. Vurmanı əslində X eləmək olardı. 10, 150, 30, yanlış açdım. 30, bölmə hansı işarə qoymuşuq? Hə, bunu. 15, bu da 2. Proqramımız aydındır. Bəli. Burada məsələn Bəli. qəşəng, aydın olsun. Təki bu el sağlığında bir dənə çalışdıraq. Məsələn 10 atıram bundan 2. Hə, burada da bir dənə bizə bildiriş verdi ki, bu əməliyyatlardan birini seçin. Öz xətamızı belə yaratdıq else üçün. Vəsə. Bu da if else ilə hazırladığımız nədir? Demək, kalkulyator proqramımızı. Bu da öz yerində qalsın. Sonra tək cüt ədədləri məsələn göstərmişdim mən burada. Göstərməmişəm. Məsələn, onu da göstərə bilərik. Riyaziyyat sualları, imtahan sualları falan ən çox düşən suallardan biridir. Tək cüt ədədlər, yəni burada iki şərtin köməyi ilə ayrılır. Yəni bir variantdır, onun tərsi, əksi iki ehtimal var. Ya tək olacaq, ya cüt olacaq. İstənilən ədəd 2-yə böləndə qalıqda 0 alınırsa cütdür, 1 alınırsa təkdir. Demək, bizim hansı ehtimalımız var? Bir dənə if atacaq, bir dənə də else atacaq da. Yəni, bura bir elif atmağa ehtiyac yox. Elif atsın və else nə yazasın da. Else hə, onu yazasın ki, mənfi olmasın. Mən elə bir o proqramı işləmişdi yaxı sizlə. Nəsə elə bir şey yadıma gəlir mənim. Ya, necə? İşləmişik bəzən. Onda o biz bu dərsi keçməmiş işləmişik, yoxsa necə olub bu? Yo, mən bilən siz atmışdınız, siz universitetdən verir. Onların içində deyil idi. Hə, deyəsən onların içində idi elə. Deyirəm də bu proqramı sizə göstərdim, hətta dedim mənfi ədədlərin tək cütünü nəyin tapasan. O, yəni düzgün sayılmır o şəkildə. Bildim, hə, heç nə. O zaman bir proqram yazaq özümüzdən. Bir dənə məsələn siyahı yaradıram. Boş siyahı yaradıram. List 1 ataq. Adını, tip adını da qoymayaq. List 1 adında bir siyahımız var. Bu siyahıdan demək, içinə ədədlər də ataq. Bundan 15, 20, 25. Bu siyahı üzərindəki əməliyyatları məsələn şərt ata bilərik. Məsələn, nə ola bilər? Yenə bir dənə print mesaj ataq beləsinə.
Məsələn, max tab. Max'ı məsələn m ilə işarə edək, yoxsa mx ilə işarə edək. Məsələn, minimumu tab mn ilə işarə edək. Sum məsələn s ilə işarə edək. Sonra əlavə et. Məsələn, bunu a ilə işarə edək. Appendi nəzərdə tuturam burada. Düz insert'i də eləmək olar. Məsələn, sil. Bunu da nə ilə eləyək? Delete ilə. Delete kimi nəzərdə tutub d yazaq, yoxsa x yazaq da, x daha çox silə uyğundur. Yəni xətt çəksən üstündən. Ya bəlkə minus ataq buna. Ya x yaxşı idi məncə də. Sonra məsələn nə ola bilər? Uzunluğunu tapmaq, məsələn len. O da bir dənə l ataq. Burada siyahı üzrə hansı əməliyyatı yerinə yetirmək istəyirsiniz? Dən belə sual. Əslində bunu elə birbaşa input ataq. Bir dənə də a input verək. Siyahı üzrə hansı əməliyyatı yerinə yetirmək istəyirsiniz? Belə. Bunu qeyd elədik. Bir dənə çalışdıraq. Görək nə verir. Hə, tamam. Burada yerlərin göstərir deyə tabi bizə qarışıqlıq olmayacaq. Yaxşı ki, proqrama görə bunu elə proqrama input atdım ki, gözümüzü çaşdırmasın. Məsələn, if a bərabərdir mx olsa, nə edəcək bizim üçün? Print max list 1. If a bərabər məsələn mn olsa, print minimum list 1. Elif a bərabər s olsa, print sum list 1. Sonra nə var məsələn elif. Hə, indi burada əlavə et, sil falan var. Gəlin bunlara da baxaq. Məsələn, elif a bərabər nə olsa, elə a olsa. Neynəsin? Bu olanda burada şey verək, bir dənə input ataq. Input ataq. İndi bura ədəd daxil eləyək. Düzdür, mən istəyirdi, sətir falan da daxil eləmək olar. Əlavə eləmək, buraya ədədlərdən ibarət siyahı deyə int inputuna verəcəm ki, qoy int inputla əlavə eləsin. Yəni integer tipində əlavə eləsin. Sən əlavə etmək istədiyin ədədi daxil et. Burada bir dənə qoşu nöqtə atdıq. Proqram çalışandan sonra da bir dənə list 1-ə nə edirik? Append eləyirik. Nəyi? X-i. Bir dənə də print list 1. Print list 1. Qarşısına da bir dənə belə mesaj ataq. Siyahı yeniləndi. Okey. Day yerində. Biz maraqlı, mənalı bir şey eləyə bilsək, lap qəşəng olar. A bərabər x olsa, yəni silmək olsa. Burada da bizə gəlsin ki, printdən niyə verək? Elə inputuna veririk də. Y input int input. Hə. Silmək istədiyin
Ədədi seç. Bu ədədlərdən ibarət siyahıdır. Tabi belə rahat danışıram. Buranı neyləsin? Print bir də list 1 eləsin ki, biz görək siyahımıza. Buradan nəyi silmək istəyirəm? Silmək istədiyin ədədi seç. Mən buradan ədədi seçəcəm. Əgər elementi silmək istəyirəmsə, hansı metoddan istifadə edeyim? Listə silməkdən. Yəni, ağlınıza hansı nümunə gəlir? Popdan. Popda indeksə görə siləcəyik. Bir də digəri vardı da, remove. Remove-da necə idi? Elementə görə silmək. Baxın. List 1. Bir pop var. Bax, burada deyir ki, indeks yaz. Çünki mən burada silmək istədiyim ədədi seçsəm, məsələn, mən onu silmək istəyirəm. Mən bura pop 10 yazsam, gedib 10-cu indeksdəki ədədi axtaracaq bizim üçün. Mən məsələn buraya yazsaydım, silmək istədiyin ədədin sırasını seç. Onda popdan istifadə edərdim. Deyəcəkdim ki, məsələn, ikinci ədədi sil. 0, 1, 2, 20-ni siləcəkdi bizim üçün. Aydındır? Bəli. Amma remove-da bizdə konkret dəyəri soruşur ki, hansını siləsən. Burada bir dənə y atacağıq. Məsələn, mən bura 10 daxil eləsəm, burada list 1-dən 10-u tapıb siləcək. Okey, bir dənə də təzə yenilənmiş versiyanı bizə göstərsin. Bir dənə də elif ataq. A bərabər nə olacaq? L. Axırıncı şərtdə. Print len list 1. Bu da bu qədər. Else-də də ki, dediyim kimi bunları atırıq. Ki, bu əməliyyatlardan birini seç. Bu əməliyyatlardan birini seç. Çalışdıraq proqramı görək, xətamız varmı? Siyahı üzrə yerinə yetirmək istədiyim əməliyyat. Məsələn, mən maksimum. Siyahımızda maksimum element hansıdır? 25-dir. Düz tapdım. Okey. Məsələn, minimumu tapsın 10-dur. Sonra S cəmi tapsın 70-dir. 10, 15, 25, 50, 70. Sonra əlavə edirik. Məsələn, əlavə eləmək istəyirəm 13-ü. Siyahı yeniləndə 10, 25, 20, 25, 13. Bizim üçün neylədir? 13-ü bura əlavə elədim. Silmək istəyirəm. Məsələn, nəyi siləm? 25-i silmək istəyirəm. Siyahı silindi. Siyahı yeniləndə ataq burada. Biraz maraqlı görünsün. Dəqiqə. Biraz çəlgəyə fikir verənəm deyə istəyirəm. Belə maraqlı bir şeylər görünsün. Silindi. Bir də leni tapaq. Uzunluqda 4 dənə element olduğuna görə leni bizə 4 verir. Bu da belə. Aydın oldu bu proqramda. Siyahı ilə şərt, belə deyək, operatorların inteqrasiya elədiyi bir-birinə. Bəli, aydın. Bir problem yoxdur ki. Xeyr. Bu gün sizlə belə 3-4 dənə proqram işlədik. Orla falan bir sual var. Or, and, in, yaxud digər operatorlar. Yox. Okey. Məncə 21-31 bir saatdır biz deyəsən şey deyirik. 48-50 dəqiqədir. Belə, suallarınız yoxdursa, bugünlük bunlarla yekunlaşdıraq. Sabahda şərt operatorların əslində bitirə bilərik. Onsuz da şərt operatoru bitsə də gələcək dərslərdə həmişə istifadə edəcəyimiz bir mövzudur. Bizim yerdə bir dictionary data tipimiz qalıb. Sonra dövrlər falan. Dediyim, yəni sürətlə irəliləsək, tez bir zamanda klasslara gedib çata biləcəyik. Belə. Sualınız varsa buyurun, yoxsa inşallah sabah dərsdə görüşərik. Saat 2-də olacaq dərsimiz. Heç nə, inşallah görüşərək. Gecəniz xeyir. Oldu uşaqlar. Sağlıqla qalın. Gecəniz xeyrə. Sağ olun. Gecəniz xeyir.